Quraq ki, bu arada əncam tapılacaq məhsinin və biz hərflərimizi tanıdıq. Hala xoşbəxtانه ya bədbəxtانه biz yenə Piruzi ilə oynayacaq Təbrizdə və quraq budur olub ki, bir zaman bizik və hələ biləxirə bizə böyük zülm olacaq və o da budur ki, biz eləyə bilməyəcək bu oyunda tamaşaçı ilə bərquzar eləyək. Yəni bizə bir necə deyirlər, izafə və müzaəf bir zülm olacaqdır. Deyəcəksiniz deyən buna xatir ki, hala bunun üstündə şübhə vardı ki, vaxtı bir dənə ligin oyunu orada Tehranda bərquzar oldu. Biz deyirlər 2 il məhrumsuz tamaşaçılardan. Hala bu məhrumiyyət aya fəqət ligədir. Hala bunlar elan edirlər ki, yox. Hala çünki biz müzanıq bunlar məsələ olan mütməyyən əgər Tehranda olsaydı bu eləyə bilər təfsilatda gətirələr və bizi bizim qabağımızda Ətmən Piruzin tamaşaçılarını gətirələr meydana tamamı qovana onları qoruyarlar və himayət edirlər. Və hələ vaxt Təbrizdə olur, biz mənzumiyyətimizi burada görürük ki, bunlar gəlirlər deyirlər, yox, bu ilə qanun kulli oyunlar adicə həsb edilik və bizi məhrum ediblər və məncə bir daha iştibah hərəkətdir. Çünki ligin oyunu bir cür deyək, bəli, bu oyunun bərgəşləri var. Gedək Tehranda da olan tamaşaçılar olmuyor. Burada pat olur, müsahib olur. Və hələ həsbi bir dənə oyun, təkbazıdır İran həsbisi. Və burada bizi məhrum eləməklə bizə deyirəm, böyük müzahif bir zülm olur və bizim o puan ki, müzmanlıqda varımızdır və mənim nəzərimə qərarda olmuyor, bir daha azal edilir, bir tərəf bir İsfahanda oynasın. Və ya traktorçuyu qoymayacaqlar. Gedə meydanda təşviq eləyə, timinlə himayət eləyə, nə fərq eləyir harda ola, hala burada. Yadigarda da ehtimalım qoymayla çəmən bəhsinə görə və abanın axirində olacaq bu oyun. Hala bu oyunun tarixinin üstündə də tartışma var çünki orada FIFA Day var. Biz o 3 gün sonrası gələk gedək Asiyada oynayaq və hamısı yığışır və bir dənə çalış olubdu bu oyun və bilmirəm hara çatacaqdı. Hala fikirləmirəm bunlarda. Təviqə çalarıq çünki bizim bir dənə də oyunumuz var ki, Mələvan oyunudur və təviqlər də hələ müşəxəs təviq oynayacaq.